Həqiqətən də fikrinizi bilmək istəyirəm. Çünki əgər mən deyirəmsə, bugün hansısa bir qara dərili qadının xarici görünüşü mənim zövqümlə üst-üstə düşmür, mənə rasist damğası qoyurlar. Halbuki bu mənim zövqümün və gözəllik haqqında olan anlayışımın azadlığıdır. Çox qəribədir ki, əgər mən desəm ki, mən özüm və mənim övladımın, qızımın, oğlumun fərqi yoxdur, seks işçiləri ilə ünsiyyətini istəmirəm və özüm də elə insanlarla ünsiyyətdə olmaq istəmirəm, o zaman mənə qadın düşməni adı qoyurlar. Çox qəribədir ki, əgər mən blokun ağzında, qapının ağzında görəndə ki, kimsə sahibsiz heyvanlara yemək tökür, deyəndə ki, xahiş edirəm, onu biraz kənarda və yaxud yolun üstündə olmayan hissədə edin, mən oluram heyvan düşməni və halbuki bu mənim təmizliyimin seçimidir, təmizlik hüququmdur. Çünki mən o vergini ödəyirəm ki, o yolları təmizləsinlər. Amma yenə də cəmiyyət öz bildiyini başlayır diktə etməyə. Çox maraqlıdır ki, mən deyəndə ki, mən o müəyyən xurafata qarşı, o dini pərdə altında müəyyən məqsədlərə xidmət edən insanlara qarşı danışanda mənə deyirlər ki, sən din düşmənisən. Halbuki bu mənim düşüncə azadlığımdır, bu mənim ibadət azadlığımdır. Bax, bu hüququ məndən alır cəmiyyət. Mən deyəndə ki, məsələn, hər hansı bir cinsi azlıq, LQTB nümayəndəsi küçədə, hansısa ictimai yerdə özünü düzgün aparmırsa və yaxud nəsə bir əxlaqsız hərəkət edirsə və mən buna qarşı danışanda deyirlər ki, sən cinsi azlığın düşmənisən və mənim cəmiyyətdə davranış hüququmu əlimdən alırlar, məhdudlaşdırırlar. Mən deyəndə ki, azyaşlı qızları, azyaşlı körpələri ərə vermək olmaz, onları təhsil vermək lazımdır və onları 17-18 yaşına çatmamış ana olmağa məcbur etmək olmaz. O zaman mənə əxlaqsız damğası vururlar və deyirlər ki, sən ailə dəyərlərinə xidmət etmirsən, sən ailədən kənarda əxlaqsızlığı təbliğ edirsən və bu zamanda həqiqətən də bizim hər birimizin, yəni mənim kimi düşünən insanların düşüncə hüququ da əlindən alınır. Bəs siz necə düşünürsünüz?